Deməli, dəyərli vətənlərim, İlham Əliyev hakimiyyəti bildiyiniz kimi Ermənistana, düz İrana da yardım elədi, sepah vurmasın deyə. Amma biz indi ermənidən danışaq. İlham Əliyev Ermənistana yardım elədi. Qatarlarla yanacaq gedir, un gedir, taxıl gedir, ərzaq məhsulları, qaz, neft, hər şey gedir. Bundan başqa, bunun qarşılığında Ermənistan da bizə qərənfil və qızılgül veribmiş. 1670 manatlıq qərənfil və qızılgül. Yəni, belə götürən $1000. Yəni, ölənləriniz olacaq, Paşinyan getsə, tabutlarına, qəbirlərinə qoyarsınız. İndi buna lağ elədik, ortaya qoyduq, İlhamı fışqırığa qoyduq, indi nə dedilər? Yox bə, deməzsinizmi ki, bu Ermənistandan gəlsə də, bu qızılgüllər, qərənfillər Hollandiyada yetişdirilirmiş. Bə dümbələklər, bəlülüşlər, siz Heydər Əliyevə ad günü, anım günü, nə bilim, nə günü keçirəndə $100 milyon Hollandiyadan, nə bilim, Braziliyadan güllər gətirmirdinizmi? İndi özünüz gətirənmirsinizmi gülləri çerez Ermənistan, Hollandiya güllərini gətirirsiniz? Siz sadəcə olaraq barmaqdan əmələ gələn hakimiyyətsiniz. Siz tarixdə ən peysər hakimiyyətsiniz. Baxın ha, Ermənistandan təzə bir şey də gəldi. İlham Əliyev deyir, Qabil yalan deyir. Təkcə gül gəlmədi, ermənilərdən gül almadıq. İstixana məhsulları da aldıq. İstixana məhsulları. Ala. Bax, belə bir şey də almışıq. Bax, istixana məhsulları gəlib ermənilərdən. Ala baxın. Ala. Neçəymiş ya, qiymət də yazılmır. Ermənistandan tək güllər yox, istixana, pomidor, bibar, bankalanmış, pomidor, bibar da almışıq. Neft qaz ölkəsi biz deyilikmi? O istixanalar bizdə daha özümüzdən olan neft qazdan, daha mazıtdan, daha sərfəli qiymətə istixanalarda yetişdirilib, daha ucuz qiymətə xalqımıza biz daha yaxşı sata bilmərikmi? Bizim işsiz qalan millətimiz, analarımız, bacılarımız bunu daha da gözəl şəkildə közləmə, nə bilim, nə eləyib, bankalayıb sata bilməzmi? Erməni arvadları bir-birindən, hayqanuşlar, anahitlər bir-birindən belləşəndə, cükküldəşəndə, bizim bütün millətimiz bankalar bağlayıb, badvalı doldurmurdu mu? Mürəbbəsi, turşuları, nə bilim nələri. Hər evdə, maşallah olsun, hər bir Azərbaycan qeyrətli xanımı bir fabrik zavodun istehsalından 1000 dəfə artıq bankalar bağlamırdı mı? Nə oldu biz bunu Ermənistandan alası olduq? Nə oldu? Yazıq deyil mi bizə? İçinə də zəhərləsinlər, hansısa bir maddəni qatsınlar, bizi sonsuzlaşdırsınlar. Yazıq deyil mi bu millətə? İlham Əliyev, nəsə burada bir çapan oğlu çıxmasa, İlham Əliyev, bax, gül gəlir. Amerikadan nə gəlir? Amerika Ermənistanda maşın zavodu açır, çip zavodu açır, süni intellekt zavodu açır. Bizə də nə göndərir? Bot göndərir, bot, üzməyə. Bir də kaska, yəni İran bombalayacaq. Kaska geyinərsiniz, müharibəyə hazırlaşarsınız ya Ermənistandan. Sizə də bot. Ermənistana gedir, nədir o? Vens. Vens Ermənistana gedir, yeni Amerikanın Ermənistana verəcəyi dronların qoyurlar belə düşmənə qarşı effektivdir, nə bilim nədir. Düşmən kimdir Azərbaycan? Vens. Xristiyan deyib, gedib qoyur abidəyə, nədir? Erməni soyqırımı deyilən qondarma bir yerə şey qoyur, gül qoyur, əkilil qoyur, sonra da onu silir Vens. Sən vətənlər, bizə gələndə nə olur? Bizə bot verirlər, bir də kaska verirlər, eləmi? Erməni bizə, Amerika bizə mesajını verdi mi? İndi baxın, danla baxın siz, danla. Erməni bizə nə verir? Ancaq bizə gül verir, gül, bir də bankalanmış pomidor, badımcan verir, bibar. O deməkdir ki, öləcəksiniz, gülləyəcəm, tabuta qoyub bankalayacam. Bax, demədi deməyin, bu pis niyyətdir. Pis niyyətdir, deyilən vətən. Bizim xanımlarımız əlləri armud mu toplayır ki, bizim erməninin biz bankaladığı biz pomidor, badımcanı yiyək? İlhamın balası delfinlə video çəkdir, Raymillər. Ala baxın, Azərbaycan məktəbədə, ala baxın. Utanmırlar, qızarmırlar, belə məktəbədə. Heç olmazsa, baba, Zato İlhamın şəkili var. Zato Heydər Əliyevin şəkili var. Buna baxın, ay millət. Aybəniz xanım jurnalisti paylaşıbdır. Baxın, ay millət. Pola baxın, uşağın ayağı düşüb qırılacaq, o pola heç nə yoxdur. Siz Allaha ant verirəm, buna baxın. Burada uşaq təhsil alarmı? Məktəblərimizin, bütün kənd məktəblərimizin yarısı bu gündədir. Mən çox gəzmişəm məktəbləri, çox görmüşəm. Baxın, ay millət. Baxın, Azərbaycan bu gündədir, baxın, ay millət. Balalarımız burada təhsil almır, balalarımız burada vərəm olur, vərəm. Bax, vərəm olur balalarımız, vərəm.